Bəli. Belə də ki, məsələ hipotetikdir. Yəni ki, doğrudan mı Trump birdən-birə, yəni ki, o seçkilərdən əvvəl verdiyi faktiki olaraq bəyanatlara dönəcək ki, 24 saat ərzində müharibəni bitirəcək? Mənə elə gəlir ki, yox. Patriotlara niyə razılıq verirdi sizcə? Patriotlara bəs niyə razılıq verdi sizcə? Yayılan məlumatlara inansaq? Yox, əlbəttə ki, onsuz da Zelenski ilə telefon danışığından sonra, bir dəfə də telefon danışığından sonra, müəyyən bir dövr keçəndən sonra kəşfiyyat məlumatlarını pauza verdiyini, artıq dayandırmadığını və perspektivdə yardımları göstərəcəyini dedi. Amma bilirsiniz, o patriotların verilməsi, bütün bunlar hamısı Rusiyanı çətin vəziyyətə salmışdı. Rusiya sanki hazırlaşırdı ki, sanki bir həftə ərzində bu atəşkəsə nail olsun. Amma indi Rusiyanın birdən-birə verdiyi bəyanatlardan da hiss olunur ki, Rusiya birdən-birə atəşkəsə də elə nail olmaq istəyir ki, sanki burada bəri başdan öz şərtlərinin hamısını həyata keçirmiş olsun. Siz təsəvvür edin ki, mobilizasiya belə oldu, səfərbərlik belə Ukraynada olmasın. Eyni zamanda Amerika yardımları tamamilə dayandırsın, silah sursatı dayandırsın. Trump proqnozlaşdırılmayan şəxsiyyətdir, açığı deyil. Siz doğru deyirsiniz. Ola bilsin ki, məsələn, bu günləri Patriotla bağlı olaraq razılığı verdikdən sonra bu bir növ mesaj olsun Rusiyaya ki, bax, əgər bu şəkildə atəşkəsə, ən az 30 günlük atəşkəsə nail olunmasa, biz davam edəcəyik. Birdən-birə sərt üzünü də görə bilərik biz Trump'ın bundan sonra. Amma hiss olunur ki, Putinə o qədər stimul əldə edib ki, Putin bu danışıqlardan. Məncə 24-də olan danışıqlar özünüz bilirsiniz, hələ məsləhətləşmə xarakteri daşıyacaqdır. Bu prosesin necə əvvəllər deyildi ki, Pasxa bayramına, aprelin 20-sinə qədər uzanmaq məsələsi var. Çox güman ki, hətta bu 30 günlük sazişə də aprelin 20-sindən tez, yəni atəşkəs sazişinə də 30 gündən tez nail olmaq mümkün olmayacaq. Hətta o vaxtda nail olmayacaq. Bilirsiniz, Şəhlə xanım, burada ən çətin vəziyyət nədən ibarətdir? Rusiya hətta qismən atəşkəsə nail olsa belə, yəni ki, havada və dənizdə etməsə də Sum, Xarkov, Xerson və Zaporojye istiqamətdə, quru yoluna, quru istiqamətdə hücum eləməyi planlaşdırır və artıq Ukrayna kəşfiyyatının verdiyi məlumata görə də həmin istiqamətdə xeyli canlı qüvvələr birləşdirir. Yəni, havadan hücum etməyəcək, tutaq ki, raket hücumu olmayacaqdır, Qara dənizdən atəş açmayacaqdır, Qara dənizdə də sakit olacaq, amma quru qoşunlarını bu 4 vilayətə yeritməklə atəşkəs məsələsini o qədər öz xeyrinə həll etmək istəyir ki, hər halda bütün bunlar hamısı nəzərə alınmalıdır ki, yəni ki, Putinin belə bir siyasəti var. Məncə, əgər belə bir şey olsa, yenə də dron əməliyyatı, yenə də raket əməliyyatı bir-birinin dalınca davam edəcək. Yəni, açıq deyim, tez atəşkəsə nail olunmaq çətin görür.